اللهم صل على محمد وآل محمد. الحمد لله رب العالمين والعاقبة للتقوى واليقين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين حبيبنا حبيب إله العالمين أبي القاسم محمد صلى الله عليه وآله طيبين طاهرين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى يوم الدين. أما بعد، قال الله تعالى في كتاب الكريم: بسم الله الرحمن الرحيم: ويسألونك عن اليتامى قل إصلاح لهم خير وإن تخالطوهم فإخوانكم. صدق الله العلي العظيم. Allah Teala bu cuma gününü bütün Müslümanlara, müminlere mübarek eylesin inşallah. Ve bu günleri Şaban ayının birinci günüdür. Allah bütün müminlere bu Şaban ayını da mübarek eylesin. Allah Teala bu ayda edilen duaları, ibadet, itaatleri kabul eylesin. Allah bu aziz günde şehitlerimizi rahmet eylesin. Allah ölenlerimizi garik rahmet, vasili cennet eylesin inşallah. Allah bir daha cuma gününü bütün sizlere, hamımıza mübarek eylesin. Bu Şaban ayının hakkında bir neçə məsələ deyim. Şaban ayı Peyğəmbər ayından sayılır. Hazreti Peyğəmbər salavatullah buyurur ki, Şaban ayı mənə məxsusdur. Bu Şaban ayında en güzel əməllərdən biri çoxlu zikir eləməkdir. Əstəğfirullah diləməkdir və Hazreti Peyğəmbər salavatullaha nə qədər çalışasan, istəyəsən, salavat demək gözəldir. Allah günahlarımızı bağışlasın bu ayda və Peyğəmbər ali Peyğəmbərə salavat çox zikir edənlərdən də bizləri qərar versin inşallah. Və nəhayət Şaban ayının 15'ində İmam Zaman ağanın da mövlud günüdür, dünyaya gəlişi günüdür. Allah hamımıza qismət eləsin. Bəli, Hazreti İmam Zaman ağanı görməyi hər birimizə qismət eləsin inşallah. 14 məsumların pak ruhlarına salavat hadiyə eləyir inşallah. Allahümme salli ala Muhammed və ali Muhammed. Və bugün bu ayın ilk günündə elə mövzumuz da insanı dəyərləndirən, insana cənnəti bəxş edən, behişt bəxş edən, əməllərini gözəlləşdirən bir əməllərdən biri budur ki, Müslümanların boynunda haqq olan yetim haqqıdır. Yəni yetimlik barəsində inşallah bir neçə kəlmə məhzərizə ərz edəcək. Hazreti Peyğəmbər salavatullahı Allah Teala Quran-ı Kərimdə yetimlər barəsində buyurur ki, oxuduğum ayə buyurur: səndən yetimlər barəsində soruşsalar de, onlara yaxşılıq etmək xeyirlidir. Əgər onları öz işinizə qatırsınızsa, bilin ki, onlar sizin qardaşlarınızdır. Yetimlik bir məsələdir ki, o insana deyilir ki, onun atası və anası dünyada olmasın. Ya atadan, ya anadan uşaq yetim qalır və xüsusən də həddi buluğa çatmamış olsun. Məsələn, bir nəfərdir ki, atası dünyasını dəyişib və yaxud da anası dünyasını dəyişib, uşaq da həddi buluğa yetişməyib. O uşağa, o həmən şəxsə yetim deyilər. Onun evində, deyək ki, belə bir istəkan su da, çay da, heç bir şey istifadə eləmək olmaz, haramdır. Allah Teala Quran-ı Kərimdə buyurur ki, yetimin malını yeməklə qarnınıza cəhənnəm odu doldurmayın. İndi bir nəfərin atası rəhmətə gedib, uşaq qalıb yetim, 17-18 yaşına hələ yetişməyib və əgər onu bir kimsə öz qəyyumluğuna götürürsə, öz öhdəliyinə götürürsə, bəli, ora gedib, orada o verilən ehsanatdan, nədənsə, çaydansa, nədənsə istifadə eləmək olar. Amma yetimin heç bir şey yoxdur, atası dünyasını dəyişib, orada o cür ehsanatdan, heç bir şeydən istifadə eləmək olmaz. Allah Teala Quran-ı Kərimdə buyurur ki, və la təqrabu maləl yetimi, yetimin malına yaxınlaşmayın. İlla billəti hiyəl əhsanu,
istisna olunur ki, əgər onu xeyir işlərə özünüzə qoşursunuzsa, özünüzə yaxınlaşdırırsınızsa, xeyir verməkdən ötəri, gözəl işlər görməkdən ötəri yetimə yaxınlaşa bilərsən. Və sonra başqa bir ayədə buyurur ki, İnnellezine yekulun emvalel yetami zulmen. O şəxslər ki, deyir, yetimin malını yeyirlər, özlərinə zülm eləyirlər. Yəni, yetimin malı, yetimə toxunmaq, ona nəvaziş eləmək, Həzrəti Peyğəmbər sallavatullahdan da hədis var, buyurur ki, behişdə buyurur bir ev vardır ki, ona şad səra deyərlər, şad səra. Yetimləri şad edənlərdən başqa heç kəs o behişdə daxil olmayacaq. Və Həzrət Əleyhisselam buyurur ki, elə bir mömin kişi və ya qadın yoxdur ki, məhəbbət əlini yetimin başına çəksin, məgər o halda ki, Allah Teala əlini çəkdiyi hər tükünün sayı qədər onun üçün savab yazar. Əgər bir nəfər bir yetimin başına əl çəkirsə, o yetimin başında olan tükünün sayı qədər Allah Teala onun üçün savab yazar. Bu qədər Allah önəm verir, dəyər verir. Sonra buyurur ki, yetimlərə mehribanlıq göstərmək dedikdə Həzrət Əleyhisselam buyurur ki, bu hədisi oxudum. Bir də bunu deyirəm ki, yetim sözü ortaya gələndə, bir yetim uşaq görəndə Həzrət Əleyhisselam yada düşür. Çünki Həzrət Əleyhisselam buyururlar ki, Əbu Əytam idi, yəni yetimlər atası idi. Həmişə yetimlərin yanında olub, həmişə nəvaziş göstərib, mehribançılıq göstərib. Hətta o qədər yetimlərə qayğı göstərərdi ki, bəzi səhabilər arzu edərdi ki, kaş biz də yetim olaydik. Bu qədər yetimlərə nəvaziş olub Həzrət Əleyhisselam. Həzrət Peyğəmbər salavatullah buyurur ki, yetim üçün mehriban ata ol və bil ki, əkdiyini biçəcəksən. Nə qədər nəvaziş göstərsən, nə qədər mehribansılıq göstərsən, mütləqdir ki, onun əcrini görəcəksin. Və sonra buyurur ki, hər kim yetimə himayəçilik edər və onun xərclərini öhdəsinə götürər, mən və o behişdə bir-birimizin yanında olarıq. Həzrəti Peyğəmbər salavatullah buyurur. Bir-birimizin yanında olarıq ki, əgər bu yetimin bütün xərclərini öhdəliyinə götürür. İmam Sadiq Əleyhisselam buyurur ki, hər kim Allahın rəhmətinə şamil olmaq istəyirsə, behişdə daxil olmaq istəyirsə, gərək yetimlərə qarşı mehriban olsun. Ümumiyyətlə, möhkəmən deyil, malından, varından verəsən. Elə harada bir yetim görsən, tanıdığın bir adam görsən, elə onun başına sığal çəkmək, məhəbbət göstərmək, qarğı göstərmək, onun qəlbini sevindirmək Allaha və onun Peyğəmbərinə xoş gəlir. Həzrəti Peyğəmbər buyurur ki, istəyirsənmə ki, ürəyin yumşaq və arzuların həyata keçsin, buyurur ki, yetimə rəhm et və məhəbbət əlini onun başına çək. Öz yeməyin ona yedizdir, hacətlərin həyata keçsin. İnsanın hacətlərinin qəbul olunmasına səbəb olar ki, insanın yetimə qarşı nəvazişi, məhəbbəti olur. Həzrət Əleyhisselam yenə buyurur ki, Əleyhisselam buyurur, həyatının son anlarında yetimlə bağlı belə bir nəsiyyət verir. Buyurur ki, Allaha xatir, 2 dəfə deyir, Allaha xatir yetimlərə diqqət edin. Allah eləməsin ki, bəzən tox, bəzən ac qalsınlar. Ehtiyatlı olun buyurur. Onlar sizin yanınızda onlara əl tutmadığınıza görə aradan geçsinlər. Elə eləməyin ki, o sizin onlara əl tutmamağınıza görə onlar dünyasını dəyişdirsinlər. Bu qədər haqqı var bizim boynumuzda. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bəzən onların da, məsələn, uşaqları, elçiləri var idi ki, az yaşlı uşaqları var idi. Amma şükürlər olsun Allaha, dövlətimiz onlara himayədar elədir. Buyururlar ki, yetim Allahın rəhmətinin təcəlla etdiyi yerdir. Allah Teala özünü yetim üzərində təcəlla elətdirir. Allahın rizasını qazanmasını istəyən yetimlərə gərək diqqət eləyər, diqqət göstərər.
Hazreti Peyğəmbər Salavatullahın tarixinə baxanda Hazreti Peyğəmbər Salavatullah da özü də yetim olub. Hazreti Peyğəmbər Salavatullah. Və körpə ikən yetim qalıb. Atası dünyasını dəyişib, o vaxt ki, heç atasını görməyib Hazreti Peyğəmbər. Və 5-6 yaşında ikən anasını dünyasından dəyişib. Əmisinin himayəsi altında yaşayıb. Və bir insan üçün öz valideyni itirmək böyük bir çətindir də. Həzrəti Peyğəmbər Salavatullah da buna sabr edib və tab gətirib. İmam Sadiq əleyhissalam buyurur ki, İmam Sadiqdən soruşdular ki, niyə Peyğəmbər yetim qalmışdır? İmam buyurur ki, Allah Teala Peyğəmbəri ona görə yetim etdi ki, heç kəsə itaət etmək boynunda olmasın. Heç kəsə itaət etmək boynunda olmasın. İmam Rıza əleyhissalamdan da soruşurlar ki, yetim qalması ona görə idi ki, heç bir məxluqun haqqı onun boynunda qalmasın. Valideynlərini babası Abdülmüttəlibin, sonra isə əmisi Əbu Talibin himayəsi altında Həzrəti Peyğəmbər Salavatullah yaşayıb. Allah Teala Quran-ı Kərimdə Həzrəti Peyğəmbəri özü qəyyumluğa götürüb. Bayaq ki, qeyd elədim, bir nəfər ki, yetim öz qəyyumluğuna götürə. Allah Teala yetim olan Peyğəmbəri özü qəyyumluğa. Quranda buyurur ki, Ələm yəcidkə yetimən fəəva. Məgər o səni yetim çağında qoruyub sığınacaq vermədimi? Həzrəti Peyğəmbər haqqında buyurur, Allah Teala buyurur. Buyurur ki, və vəcədəkə ailən fəəqna, kasıb olduğun zaman səni varlandırmadı mı? Peyğəmbərə buyurur Allah. Sonra buyurur ki, fəəmməl yetimə fəla təkhər, elə isə yetimə xor baxma. Yetimə xor baxma. Həzrəti Peyğəmbər salavatullah buyurur ki, Allahım mənim tərbiyəmi öz öhdəsinə götürüb və gözəl məni tərbiyə etmişdir. Bunlar hamısı bizə bir mesajdır, bizim üçün bir nümunədir ki, bizlər də o cür insanlara, uşaqlara qarşı rəhimli və mərhəmətli olmağı tövsiyə eləyir, vacib eləyir daha doğrusu. Və sonra ki, Allah Quranda buyurur ki, səni varlı elədim və bir zaman görsən Allah Teala Peyğəmbəri elə bir xanımla izdivaca yaxınlaşdı, Xədicə Kubra əleyhissalamın ki, varı dövləti bu cürünə varlandı. Yəni, Allah həmişə Allahın nəzəri o cür yetimlərin üzərindədir. Həzrəti Peyğəmbər salavatullah buyurur ki, Allah o bəndəsinə neymət verdi ki, istəyir ki, o neymətin təsiri onda görsün. Təsirini onda görsün. Yəni, Allah Teala insanlara nə qədər neymətlər bəxş eləyirsə, bunlar bir hikməti də bundan ötəridir ki, insan görsün ki, ona verilən neymət onda hansı təsirləri buraxacaq. Bəzilərini görsən təkəbbür əhl eləyir, bəzilərini görsən səxavətli olur, bəziləri hər neymətin insanda öz təsiri var. Bizi Allah göz verib neymətdir. Bu göz bizə Allahın o gözəlliklərinə baxmaqdan ötəridir, nəinki əksinə. Və yaxud da dilimiz Allahın zikrini eləməyindən ötəridir. O təsir qoymalıdır, ona görədir. O neymətin ən gözəlliyi ondadır ki, Allah Teala bizə danışırıq, gərək, o cür nə deyil ki, biz danışırıq, gərək qeybət eləyək. Allah'a zikr eləmək bundan ötəridir. O neymət ona görə neymət sayılır. Və o neymət ki, Allah Teala insana ki, var dövlət verir, bəzən görürsən insanı hara aparır, küfür aparır, cəhənnəm aparır. Amma gərək insana gözəl şeylərdən ötəri təsir bıraxır. Həzrət Əli əleyhissalam buyurur ki, Allah gözəldir və gözəlliyi sevir, istəyir ki, neymətinin təsirini bəndəsində görsün.
Peyğəmbər və onun əhl-i beytinin Quran-ı Kərimdə belə bir ayəsi var, surə var İnsan surəsində, eşidibsiz, bilirsiniz ki, bir zaman Hz. Əleyhisselam, xanım Zəhra oruç tutmuşdular, Ramazan oruç, nəzir orucu tutmuşdular və iftar vaxtı 3 şəxs o qapını döydü, öz ehtiyacından ötəri. Quran-ı Kərimdə buyurur ki, yut'imuna ta'ama ala hubbihi, öz təamlarını verdilər. O halda ki, onların özlərinin ehtiyacı vardı, sevdiyi halda. 3 nəfər gəldi. Bunlardan biri miskin idi, ikincisi yetim idi və əsir idi. Və bunların qapısını, Əhl-i Beytin qapısını yetim bir şəxsin döyməsi, öz iftar yeməklərini o şəxslərə, yetimə, miskinə və əsirə neynədilər? Ehsan elədilər. Və Quran-ı Kərimdə bir ayə var, daha doğrusu bir surə vardır ki, Maun surəsində Allah buyurur ki, Bismillahirrahmanirrahim, Ərəəytəlləzi yukəzzibu biddin. Görmədinmi ya Peyğəmbər, dini yalan sayanlar? Dini yalan saymaqda məqsəd odur ki, insanların Peyğəmbər zamanında və ondan qabaq da qiyamət gününə, haqq hesab gününə, məhşər gününə insanların imanı yox idi. Yalan sayırdılar. İndi də var, deyir, cənnətdən kim gəlib, cəhənnəmdən kim gəlib, o dünyadan kim gəlib. Bu cürünə psixologiya ilə, bu cürünə etiqadla sözlər deyirdir. Allah da Quranda Peyğəmbərə buyurur ki, o şəxslər ki, dini yalan sayırdılar, onları görmədinmi? Fəzalikəl-ləzi yəd'ul yetim. O elə adamlardır ki, yetimi qovarlar. Bir insanın Allahın buyurduğuna, əmrlərinə, etiqadı, əqidəsi, imanı olmasa, ondan hər cür məsələlər ortaya çıxar. Və o şəxslər buyurur ki, yetimi qapıdan qovarlar. Və la yəhuzzi alə təamil miskin. Heç kəsi bir qovarlar, üstəlik heç kəsi də qoymazlar ki, yaxşılıq eləyənin qabağını kəsərlər. Elə onu pis şeyə sövq elətdirərlər. Ki, etiqadı yoxdur, imanı yoxdur, qiyamət gününə, haqq hesab gününə, məhşər gününə və o şəxslər yetimi qovar və üstəlik də əl tutmaq istəyən insanları da o yoldan çəkindirərlər. Bu cürünə insanlar da vardır. Bir hədis var, buyururlar ki, bir gün Həzrəti Peyğəmbərin yanında deyir, oturmuşdum bir nəfər, rəvayət edir, buyurur. Deyir, bir uşaq gəlir Peyğəmbərin yanına, deyir ki, atam vəfat edib, atam dünyasını dəyişib. Mən, bacım və anam evdəyik, heç nəyimiz də yoxdur, yetim qalmışıq. Və uşaq Peyğəmbərə belə bir söz deyir, buyurur ki, Allahın sənə bəxş etdiyi şeylərdən bizə də ehsan et ki, sənə öz tükənməz neymətlərindən razı qaldığın qədər əta etsin. Yəni Allah. Allah ki, sənə nə qədər neymət əta eləyib, ondan da bizə əta et ki, Allah daha da sənin tükənməz sərvətindən daha da çox sənə əta eləsin. Bu söz Həzrəti Peyğəmbər Salavatullahın sözün xoşuna gəlir və buyurur ki, Bilala buyurur ki, bəs evdən 21 ədəd xurma gətizdirir. 21 ədəd. Bunun 7-sini bu oğlana verir, 7-sini bacısı üçün göndərir və 7-sini də anası üçün göndərtdirir, ehsan eləyir ona. Və yazırlar ki, bir nəfər var idi orada, Məaz ibn Cəbəl adlı bir adam, o şəxs deyir, bundan sonra Peyğəmbər salavatullah ki, xurmanı verdi uşağa, evə göndərəndə, əlini deyir, çəkdi, həmən bu şəxs uşağın, yetimin başına. Həzrəti Peyğəmbər buyurur ki, nə üçün bunu elədin? Buyurur ki, yetimə nəvaziş eləməkdən ötəri, məhəbbət göstərməkdən ötəri. Həzrəti Peyğəmbər buyurur ki, həmən o şəxsə, hər kəs ki, yetimə nəvaziş edərsə, əlinin altında tükün sayı qədər Allah məqamını artırar.
onun əlinin altında olan tükünün sayı qədər Allah o şəxsin məqamını artırar və ucaldar və pislikləri sizdən buyurur ki, uzaq edər. Bu qədər Allah bizə bunu, Peyğəmbər buyurur, Allah buyurur ki, yetimlərə bu qədər nəvaziş, məhəbbət göstərmək. Və Həzrəti Peyğəmbər salavatullah sonunda buyurur ki, yetim bir uşaq ağladığı zaman Allahın ərşi lərzəyə gəlir. Başqa bir hədisdə də oxumuşdum. Həzrəti Peyğəmbər buyurur ki, 3 hal baş verəndə Allahın ərşi titriyir. Biri budur ki, boşanma olanda, təlaq veriləndə. Əbəssiz yerə, boş yerə bir kişi bir qadından boşanırsa, ona görə təlaq vermək yaxşı deyil, məkruhdur. Allahın ərşi titriyir. İkincisi, Lutun zamanında olan məsələdir də, onu demirəm. Üçüncüsü nəhayətdə budur ki, yetimin ahu, yetimə biri zülm eləyəndə, yetimin birinin haqqını əlindən alanda, ona zülm eləyəndə, onun qışqırdığı səs, çıxartdığı səs, ağladığı Allahın ərşini titrədir. Allah Teala bir daha dualarımızı qəbul eləsin inşallah. Allah gələn günlərimizi xeyrə müvəttər eləsin. Allah Teala şəhidlərimizi rəhmət eləsin. Allah bu Şaban ayını bütün müsəlmanlara, möminlərə mübarək eləsin. Allah Teala dövlətimizi, millətimizi, bayrağımızı həmişə uca eləsin inşallah. Esselamu aleykum cəmiən və rəhmətullahi və bərəkatuh. Peyğəmbər alı Peyğəmbərə salavat hədiyyə. Allah